Keçən gecə yuxum aparmırdı və fikrim oraya buraya dolaşırdı. Birdən o hadisəni xatırladım ki, necə İsa'nın peyrəvlərindən üçünü müthiş bir şəkildə Türkiyədə öldürmüşdülər. YouTube saytına baxarkən orada qısa bir video klipi gördüm ki, onlardan birinin arvadı bu hadisəni özü və uşaqları üçün iftixar hesab edirdi. Bu klipə baxarkən qardaşımız Oskov Hayki xatırlayırdım ki, necə İslami rejimin alimləri əlində bədəni 27 bıçaq zərbələri ilə deşilib can vermişdi. Və ya başqa qardaşlarımız ki, belə sui-qəsdlərlə canlarını əldən veriblər və hələ də verirlər. Doğrusu, belə xəbərlər məni təəccübə salmır. İndi dünyanın bütün ölkələrində Məsihilər əzab çəkirlər. Hətta Məsihi deyilən ölkələrdə belə. Və bunların hamısı mənə İsa Məsihin bu sözünü xatırladır. İsa bilirdi ki, şagirdləri ilə axır günlərini keçirir və çarmıxın kölgəsi onun həyatına düşür. Onun üçün də onlara gələcəkdən qısa bir təsvir göstərir. Marqos yazdığı İncilin 13-cü fəslində bu barədə belə yazır. İsa onlara dedi, mənim adıma görə hamı sizdən nifrət edəcək. Lakin axıra kimi dayanan nicat tapacaq. Doğrusu, İsa'nın bu sözü gerçi adamı biraz qorxudur, amma eyni halda ürəyimizi təsəlli ilə də doldurur. İsa'nın dediyi bu söz, əzizlərim, bütün əsrlərdə Məsihlərin başına gəlib. İsa'ya iman gətirənlər elə o başlanışdan əzab altına düşdülər. Rum İmparatorusunun müthiş əzabları hələ də tarix kitablarında yazılı qalır. Bu zamanda hamı onlardan nifrət edirdi. Hükümət onlara canilər gözü ilə baxırdı və əlindən gələn əzabı onlara çəkdirirdi. Və baxın, bu əzablar hələ də sürür. İranda indi baş verən əzablar dünyanın çox yerlərində də baş verir. Çox adamlar Məsihə görə indi zindandadırlar. Nepalda, Niceriyədə, Çində, Ərəbistanda, Pakistanda, Əfqanistanda, Suriyədə belə hekayələr bunların hamısında hər gün baş verir. Amma bu Məsihlər üçün əcib qərib bir mətləb deyil. İsa onlara deyib ki, bunları mənim adıma görə sizə edəcəklər. Əcib olan budur ki, Məsihləri nə səbəbə görə belə cafaların altına salırlar? Nə amildir ki, Məsihləri belə əzabların altına çəkir? Məgər bu adamlar dəlidirlər ki, nə qədər əziyyətlərə düşəcəklərini bilən halda yenə də Məsihə iman gətirirlər. Məsihlərin gözü Tanrının qüdrətinə dikilib. Qoyun müqəddəs kitabdan sizə bir hekayə nəql edim. Şaul adında bir adamın hekayəsini. Şaul qeyrətli bir Yəhudidi və dinə olan qeyrəti üzündən Məsihləri tutub öldürürdü. Evlərini yandırırdı. Onları zindanlara saldırırdı. Təzə bunu fəqət özü etmirdi, çox adamları da təhrik edirdi ki, onları öldürsünlər. Bir gün Şaul Dəməşq yolunda gedəndə İsa Məsihi
parlak bir nur içində görür. İsa ona deyir, Şaul, Şaul, nə üçün mənə əzab verirsən? Şaul cavab verir, sən kimsən ağa? İsa ona deyir, mən elə həmən İsayam ki, sən ona əzab verirsən. Şaul diri İsa'nı gördükdə yerə qapanır və ona iman gətirir. Sonra da onun adı üçün illər əzab-əziyyət altına düşür. Axırda da başını bədənindən ayırırlar. İsa'nın Şaula dediği sözüne heç dikkat etdiniz. İsa burada Məsihlilərə əzab verən bu adama deyir ki, onlara nə etdiyini elə bil ki, İsa'nın özünə edib. Və bu hadisələr bugünkü dünyamızda çox baş verir. Bilirsiniz, Məsihlilərin qanları toxum kimidir. Hər yerə düşür, bol-bol məhsul verir. Və bu mətləbdir ki, İsa'nın şagirdlərinə əzabın ağrılarını azaldır və onların yaralarına şəfa verir. Müqəddəs kitabda Məsihlilərdən çoxlarını görürük ki, əzab çəkdiklərinə görə Tanrının dərgahına təzə şükür edirlər. Bilirsiniz niyə? Ondan ötürü ki, İsa'nın adına görə bu iftixar onlara nəsib olmuşdur ki, onun adına görə əzab-əziyyət çəksinlər. Şaul İsa'ya iman gətirir və sonra onun həvarilərindən biri olur ki, həvari Pulos adında məşhurdur. Bu Pulos elə Filiplilərə yazdığı məktubda onlara belə deyir. Sizə ancaq bu əta olunmayıb ki, İsa'nın adına iman gətirəsiz, bu da əta olunub ki, onun adına görə əzab da çəkəsiz. Məsihlər o zaman ki, əzab çəkirlər, başqa bir sözdə İsa'nın əzabında şərik olurlar. Lakin İsa peyrəvlərinə ancaq əzab çəkməklərini xəbər vermir, onlardan istəyir ki, axıra qədər dözsünlər. Çətinliklərə İsa istəyir ki, tab gətirsinlər. Əzab gəldikdə qoymasınlar ürəklərinə qorxu düşsün. İsa özü bu işdə bütün peyrəvlərinə yaxşı bir nümunədir. İsa'nın başına nahaq yerə çox bəlalar gətirdilər. Lakin o, bunların hamısına dözə bildi, çünki Tanrının qüdrətinə bel bağlamışdı. Orta Asiyada yaşayan bir Məsih ilə danışırdım. Əzab-əziyyətdən elə danışırdı ki, elə bil həyatının adi qismətlərindən biridir. İsa buyurur, hər kəs axıra qədər dözsə, nicat tapacaqdır. İlk Məsihlər İsa'nın bu sözünü yaxşı anladılar. Onu fikirlərinə yox, ürəklərinə yazdılar. Yaqub həvarinin bu sözünə qulaq asın. Əzab-əziyyətə təhəmmül edən adam xoşbəxtdir. Çünki imtihandan başarılı çıxdığı zaman o tacı alacaqdır ki, Rəbb onu sevənlər üçün vədə verib. Pulos həvari deyir, əgər bu əzablara dözək, o zaman onunla səltənət edəcək.
Təzə əhdin İbranilərə yazıldığı məktubunda belə oxuyuruq. Əvvəlki günləri yada salın. O zaman siz iman gətirdikdən sonra əzablarla böyük mübarizəyə tab gətirdiniz. Gah sitəm və əzab çəkərək tamaşaya qoyuldunuz. Gah da bu cür əzab çəkənlərə şərik oldunuz. Çünki siz məhbuslara rəhm edib, özünüz üçün daha yaxşı və daimi mal dövlətiniz olduğunu bilərək, mülkünüzün talan edilməsini şadlıqla qəbul etdiniz. Çünki sizin təhəmmülə ehtiyacınız var ki, Tanrının iradəsini yerinə yetirib, vədə olunmuş şeyi alasınız. Bəli, İsa Məsih axıra qədər dözənlərin göz yaşlarını özü siləcək. Onların dodaqlarını gülümsəklə dolduracaq. Mümkündür İsa'nın bu sözündən ki, buyurur, axıra qədər dözən nicat tapacaq, siz nicat barəsində biraz gicələsiz. Müqəddəs kitab çox aydın insanın necə nicat tapacağını özündə deyir. İnsan nicat tapmağı üçün müqəddəs kitabın sözlərinə görə gərək günahlarından tövbə etsin və İncilin xoş xəbərinə inansın. Biz nicat tapmaq üçün gərək günahkar olduğumuzu qəbul edib, etdiyimiz günahlardan əl götürək və Tanrıya dönək. Gərək İsa Məsihə, onun ölüm və təkrar dirilməsinə iman gətirək, inanaq. Bunları etdiyimiz zaman Pərverdigarın kəlamı açıqca deyir ki, biz nicat tapmışıq. Bütün günahlarımız bağışlanıb və Tanrının gözündə salih bir adam sayılırıq. Amma İsa o sözü deməklə istəyir nə desin? Aya mənim əməllərimdir, mənim əzablarımdır ki, Tanrının əffini mənə gətirir? Xeyr. Bizim əməllərimiz bizi Tanrının əffinə layiq etmir. İsa'nın bizim günahlarımız üçün verdiyi qurbandır ki, Tanrının əffini bizə gətirir. Əzablarda axıra qədər dözmək, bizim nicatımız üçün İsa'nın bu qurbanına heç bir şey əlavə etmir və nicat üçün bizim bu əzablara dözməyimiz də bu qurbana əlavə olmayıb. Axıra qədər dözmək doğrusu bizim tövbə etdiyimizin əlamətidir. Bizim imanımızın doğru olduğunu göstərir. İmanı doğru olan adam bunu bilir ki, bu dünyada ona çox əzablar olacaq. Lakin İsa'nın bu sözünə də inanıb ki, deyir, ürəyiniz üzülməsin, mən dünyaya qalib gəlmişəm və əbədə kimi sizin yanınızdayam. Doğrudan da İsa'ya etimad etmək insanın ürəyini ümidlə doldurur. Azarlar gəlir, amma insan İsa'ya bel bağladığı üçün onların heç birisindən dəhşətə düşmür. Çünki bilir, tək tənha deyil, İsa da onun yanında.